İnsan dəyişdiyini hiss eləmir. Bir gün sadəcə fərqli reaksiya verməyə başlayır. Əvvəllər səni özündən çıxaran xırda şeylər olurdu. Bir söz, bir baxış, gecikmiş mesaj ya da hansısa bir soyuqluq. Və sən elə bilirdin ki, bu həmişə belə də qalacaq. Elə bilirdin ki, bu hisslər səndən heç vaxt çıxmayacaq. Amma dəyişmək elə də böyük bir şey kimi gəlmir. Bir gün durub mən dəyişdim demirsən. Dəyişmək sakit bir şeydir. Sən yenə eyni yoldan keçirsən, eyni mahnını eşidirsən, eyni mövzular, eyni insanlar. Sadəcə bu dəfə içində nəsə coşub daşmır. Bir şey izah eləməyə, uzun mesajlar yazmağa tələsmirsən, özünü sübut eləməyə çalışmırsan. Və hətta bəzi mesajları cavabsız qoyursan, bəzi sözləri eşidib keçirsən, bəzi insanları itirmək qorxusu əvvəlki kimi qorxutmur səni. Və bir nöqtədə başa düşmədən də olsa hiss eləyirsən. Sən artıq bəzi şeyləri fərqli görürsən. Sakit qalmaq bəzən uduzmaq demək deyil. Bu sadəcə böyüdüyünü göstərir. Bu hiss eləməmək demək deyil. Sadəcə hər şeyin səni bu qədər yormasına icazə verməməkdir. İnsan dəyişdiyini hiss eləmir, çünki dəyişiklik səs-küy ilə gəlmir. Bir gün gəlir ki, sən tamamilə başqa cür baxırsan məsələyə və bax o vaxt özünü biraz daha çox qoruduğunu, özünə sahib çıxdığını anlayırsan. Bu elə həmin o dəyişməkdir.